Vyetnamın mötəbər məkanlarından sayılan Hanoy Opera binasında 28 may Müstəqillik günü və Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının qurulmasına həsr edilmiş rəsmi qəbul. Daha sonra isə Azərbaycan klassik musiqisinin inciləri adlı təntənəli konsert proqramı keçirilib. Vyetnam Komünist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lam və həyat yoldaşı konsert proqramını izləyənlər arasında olub. Bu, Vyetnamın tarixində baş katibin xarici ölkələrin milli günləri münasibəti ilə təşkil olunan tədbirdə ilk belə iştirakıdır. Tədbirdə Vyetnamın dövlət və hökumət nümayəndələri, diplomatik missiya təmsilçiləri, mədəniyyət və ictimaiyyət xadimləri, iş adamları, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, əvvəllər Azərbaycanda təhsil almış Vyetnamlı məzunlar, media nümayəndələri və həmvətənlərimiz, ümumilikdə təxminən 600 nəfər qonaq iştirak edib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə 107 il bundan əvvəl Müsəlman şərqində qurulan ilk demokratik parlament respublikasının, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil demokratik dövlət quruculuğu sahəsində həyata keçirdiyi mütərəqqi işlərdən danışıb. Prezident Ho Chi Minhin 1959-cu ildə Azərbaycana və Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə xalqlarımız arasında dostluq münasibətlərinin qurulduğu qeyd olunaraq, hazırda bu tarixi əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf etdirildiyi diqqətə çatdırıldı. Şövqi Mehdizadə Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Vyetnam Komünist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lamın mayın 7-8-də Azərbaycana uğurlu dövlət səfəri etdiyini, səfər zamanı Azərbaycanla Vyetnam arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu vurğulayaraq, səfərin tarixi əhəmiyyət daşıdığını bildirib. Vyetnam Xarici İşlər Nazirinin müavini Le Anh Tuan 28 mayın Azərbaycan xalqı və dövləti üçün xüsusi önəm daşıdığını bildirərək 107 illik dövlət quruculuğu və inkişaf yolunda əldə edilmiş nailiyyətlər münasibəti ilə Azərbaycan xalqını təbrik edib. O, Vyetnam Komünist Partiyası və Vyetnam dövlətinin Azərbaycanı regionda əsas tərəfdaş hesab etdiyini deyərək, Azərbaycan xalqının Vyetnamın milli müstəqillik və yenidən birləşmə uğrunda keçmiş mübarizəsində, həmçinin milli quruculuq və inkişaf işində göstərdiyi qiymətli dəstəyini hər zaman xatırladıqlarını qeyd edib. Daha sonra xalq artisti Professor Fəxrəddin Kərimovun dirijorluğu və Hanoy Filarmoniya Orkestrinin müşayiəti əsasında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin Koroğlu operasından üvertüra ilə konsert proqramına start verilib. Xalq artisti Fidan Hacıyevanın ifasında Azərbaycan klassik musiqisinin ecazkar nümunələri təqdim olunub. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Müslüm Maqamayev və Niyazi kimi böyük sənətkarların əsərlərinin yer aldığı konsert proqramı Vyetnam Komünist Partiyası Mərkəzi Komitəsinin baş katibi, eləcə də digər bütün qonaqlar tərəfindən böyük hərarətlə qarşılanıb. Müslüm Maqamayevin məşhur Azərbaycan mahnısı Fidan Hacıyeva və Vyetnamlı ifaçı Nguyen Khac Hoa tərəfindən. Salam Vyetnam mahnısı isə Fidan Hacıyeva və Vyetnamda yaşayan soydaşımız Sevinç Orucovanın ifasında Azərbaycan və Vyetnam dillərində səsləndirilib.